Bu da hal-hazırdakı çəkim. Hamıya salam dostlar, yeni bir video ilə qarşınızdayım və bugünkü video günlük bir vlog olacaq. Başlıqdan da gördüyünüz kimi 90 kilodan 80 kiloya düşdüm və gün ərzində necə qidalanıram, həyat tərzim ümumiyyətlə necədir, onu sizə göstərəcəm inşallah. Və keçək ilk olaraq səhər durduqda mən ən əsası olaraq su içirəm. Çünki su metabolizmanı sürətləndirir, həm də müəyyən bir müddət çalışıram ki, az qalım. Xüsusən 1 saat yarım olsun. Və səhər üçün burada yumurtadır, 5 ədəd qaynadıb yeyirəm. Və indi keçək meyvələrimizə. Meyvələr mən hər səhər yeyirəm. Burada çiyəllər idi, yəni mövsüm meyvələr çalışıram yeyim. İndi burada çox gözəl, yəni tam demək olar Blackberry. Bizdə deyəsən bunlar böyürtkən gedir. Yəni həqiqətən nəsə bir fayda görmək istəyirsinizsə çalışın, qrammajlara diqqət edin. Yəni əsas odur çünki. Ümumiyyətlə arıqlamaq üçün ilk edə biləcəyiniz şey qidalanmadır. Yəni qidalanmaya hökmən baxmalısınız. Yəni bu da o qədər də çətin deyil. Yəni mən başa düşəmirəm. Kökəlmək istəyən olur, kökələ bilmir. Arıqlamaq istəyən olur, arıqlaya bilmir. Və hal-hazırda hava çox küləklidir. Yəni normalda bu gölün qırağında çox insanlar kardiyo edir. Kardiyoları ümumiyyətlə fərq eləmir, günün hansı vaxtında edirsiniz. Əsas eləməyinizdir. Keep going, keep believing. You don't achieve worthwhile goals quickly or easily. They take time. They take struggle. They take relentless pursuit day in and day out. That's what it takes. Every day I wake up, I say to myself, you have two options right now. Keep dreaming with your dreams or wake up and make it reality. I choose the second option, always. You know, a lot of people go through life worrying about what could go wrong. What if this happens? What if that happens? You can't go through life like that. Və bu da mənim səhər yeməyində əlavə şaftalı yaddan çıxmışdı. Əri idi, brokoldu, xiyardı, qaynanmış yumurtadır və burada da əlavə olaraq pomidordur. Bunu da görmüşdünüz videoda. Və buranın ümumi kalorisi burada qoyuram. Ümumi kalori bu qədərdir. Hər gün demək olar eyni istəklə yeyirəm. Yəni heç vaxt bezdiyim olmur yumurtadan, bu diyetdən. Baxın, ən sağlıqlı yumurtanın forması təqribən belə olmalıdır. Səhər ümumiyyətlə çalışıram tez durum. Təqribən saat 7-in yarısı. Və bundan sonra həftədə 2-3 dəfə kardiyo edirəm ac qarnına. Çalışdığım qədərilə. Və daha sonra isə yeməyimi yeyirəm. Mən ümumiyyətlə 2 ay necə bu qədər kilo atdım? Həm çox sürətli atdım. Bunun da səbəbi mən çünki başlayanda ümumiyyətlə boy çəki əmsalı ki var. Mən ona görə obez kimi başladım. Yəni həddindən artıq çəkili kimi başladım. Yəni bu da normaldır. Həftəyə təqribən 1.5 kilo edir. Bu da normaldır, yəni elə başlayınca. Amma əzəllərli birinin, yəni mən hal-hazırda məsələn 80 kilodan 78-ə düşmək üçün 3-4 həftə falan gözlədim. Bunun səbəbi də kilo azala, yəni yağ, bədən yağı yandıra artıq çətinləşir. Yəni müəyyən vaxtdan sonra çətinləşir. Yəni sən müəyyən vaxtdan sonra o qədər çəkini itirə bilmirsən əvvəlki kimi. Və şükür eləməyi də unutmayın. Yəni bu qədər neməti Allah bizə bəxş etdiyinə görə, həm də əl çatan etdiyinə görə və belə. Keçək, kompüterdə bəzi işlərim var, onları eləyəcəm. Ondan sonra günorta yeməyini yeyəcəm. Bu qabları da əlbəttə ki yumalıyam. Və indi keçək günorta yeməyimizə. Günorta yeməyimiz yəni çox sadədir. Karbohidratdır və proteindir. Yağ çalışdığım qədər almıram. Ümumiyyətlə tövsiyə olunmur məşqdən öncə yağın alması. Çünki nə vaxt həzm olması yağın bilinmir. Burada da bişirdiyim qaynadılmış, əsasən qaynadılmış yeyirəm. Çünki həqiqətən də dadı mənim üçün normaldır. Yəni qızardılmış nəyilə də fərqi yoxdur. Yəni əlbəttə qızarda da bilərsiniz, ancaq yağın miqdarına fikir verin. Yəni ən əsası odur. Və burada da pomidordur, çulundurdur, sinətidir, qaynadılmış və qreçkadır.
Bu qədər bəsit yeyirəm, yəni karbohidratdır, proteindir və bunlar da ki tərəvəzlərdir. Yəni belə. Bu yeməyin də kalorisi buradadır. Və bu da mənim axşam yeməyimdir. Burada təqribən 40 qram çiğ qarabaşaq var, 90 qram mal əti var, bişmiş və 180 qram da təqribən qaynadılmış sinatidir, qatıqdır və əlbəttə yaşılı olaraq da bu səfər kələm yeyəcəm. Belə. Ümumiyyətlə əsas qida budur həmişə. Yəni protein tozlarından, yəni kreatindən və yaxud digər supplementlər möcüzəvi bir effekt gözləməyin ümumiyyətlə. Əsas real qidalarla həqiqətən də qidalanın. Çünki o supplementlər ümumiyyətlə bir biznesdir. Belə ümumi götürsək. Və burada da ümumi aldığım gecə üçün kalorilər görsənir və burada da ümumi günlük aldığım kalorilərdir.